edeceğim. 3 il evvel arzuydu, 3 il evvel ideya idi. Artık bugün 500 neferlik müəllimin iştirak ettiği büyük bir forumdur. Her birinize geldiğiniz için teşekkür ederim. Ve mən bu etimadı bize gösterdiği için değerli hocamız Şəmil müəllim size çok teşekkür ederim. Bu ideyanın büyük bir layihəyə çevrilmesinde destek olduğunuz için. Ve forumun en maraqla gözlənilən hissələrindən biri gəlib çıxdı. Biraz sonra interaktiv dərs modeli izləyəcəyik. Amma belə bir qeyd eləmək istəyirəm ki, interaktiv dərs modelində necə olur? Pasiv mi olmalıyıq, aktiv mi olmalıyıq? Təbii ki, aktiv olmalıyıq. Bəli, sadəcə müşahidəçi deyil, iştirakçı olmalıyıq. Ona görə bizim dərsimizin təqdimatı üçün bizə şagird rolunda çıxış edə biləcək dəyərli həmkarlarımızın dəstəyi lazımdır. Bizim dil nə desək, hədəf konseptinin dili nə desək, bala bilgələrə ehtiyacımız var. Mən rica edirəm, zaldan 10 nəfər müəllimimiz bizə şagird olmaq üçün könüllü səhnəyə alaq. Və çox istəyirəm ki, bugün regionlarımızdan qoşulan müəllimlərimiz var. Hətta Naxçıvandan belə aramızda olan müəllimlərimiz var. Bəli, mən çox istəyirəm Şəkidən, Qaxdan müəllimlərimizi 10 nəfər müəllim heyətini səhnəyə alaq. Təşəkkür edirəm. Və müəllimlərimiz özlərini təqdim edəcəyi müddətdə bizim dərsimizin təqdimatına lazım olacaq bizim resurslarımız var. Mən xahiş edəcəm bizim əməkdaşlarımız həmin resursları səhnəyə alsınlar. Təşəkkür edirəm. Müəllimə hardan qoşuluruq? Buyurun zəhmət. Baxışamızı qeyd edək. Süsən Körpələr evi. Möhtəşəm. Sizə alaq. 316 sayılı uşaq bağçası. Əla. İlk Yuvam Akademiyası Sevda müəllimə. Təşəkkür edirəm. İlk Yuvam Akademiyası Amalə müəllimə. Amalə müəllimə. Mən Naxçıvan şəhərindən qoşuluram. 15 Naxçıvandan tam orta gələn. məktəb. Alqışlayaq məncə. Təlimimiz üçün. Möhtəşəm. Xəzər rayonu Mərdəkan qəsəbəsi 221 sayılı Körpələr evi uşaq bağçasında Leyla müəllimə. Təşəkkür edirəm. Xoş gəlmisiniz müəlliməmiz. Nəsimi rayonu 123 sayılı uşaq bağçası Gülnarə müəllimə. Xoş gördük sizi də Günlar müəllimə. Mən Azərbaycan Dilləri Universitetinin tələbəsiyəm, Gəncədən qoşuluram. Gəncədən. Əla, möhtəşəm. Xoş gördük. Əliyev Əfsanə, Balabilgə uşaq bağçası Azadlıq filialı. Xoş gördük. Kiçik Dahilər Akademiyasının rəhbəri. Gözəl. Möhtəşəm. Şirnova Günay Pedaqoji Kollecinin tələbəsi. Gözəl. Xoş gəlmisiniz hər biriniz. Camalova Lütfiyə dayanıb bir dağ, təki dağlar qoynunda Şəki. Alqışlayaq Şəkidən gələn müəlliməmiz. Hətta Şəkidən mənim üçün sovqat da gətirib. Təşəkkür edirəm müəlliməmizə. Az öncə balabilgə ifadəsini işlətdim. Yəqin ki, çoxlarınıza maraqlı gəldi ki, bu ifadə hardan qaynaqlanır? Bəli, biz şagirdlərimizə, biz bağçada uşaqlarımıza balabilgə deyə müraciət edirik. Kimdir balabilgə? Xəyal gücünün sərhədsiz olan, düşünə bilən, düşündüyünü həyata keçirən, yəni bacaran. Məsələ formumuzun da mislindən ortaya çıxır. Bacarıqlı şəxsiyyətlər yetişdirmək, millətinə, dövlətinə sədaqətli böyüyən, ətrafdakı bütün canlılara sevgi ilə, sayğı ilə yanaşan bir şəxsiyyət balabilgə. Və mən stollarımız, masalarımız hazırdırsa, 5-5 xahiş edəcəm müəllimlərimiz həmin stollara, masalara yaxınlaşsınlar. Təşəkkür edirəm. Masalarımızı hazırlayaq. Arada fasilə olmadığı üçün bizim bu çətinliyimiz oldu, amma məncə dəyəcək, izləməyə dəyəcək. Deməli, bu otaqda bir enerji var. Bu otaqda bir enerji var. Ancaq bu enerji biraz fərqlidir. Müəllim enerjisidir. Biraz sonra bu enerji uşaqların enerjisinə çevriləcəkdir. Xahiş edirəm diqqət edək. Bu enerji böyüyür və bir forma alır. Sizcə hansı formaya oxşadırıq? Hansı formaya oxşuyur? Top, kürə, bəli, ola bilər. Və mən bu enerji ilə kimə hansı enerjini ötürsəm, o cür mənə salam verəcək. Kimə hansı adla o enerjini ötürsəm, mənə o cür salam verməlisiniz. Tamam. Mən sizə ötürürəm sevinç enerjisini. Necə salamlaşarıq? Möhtəşəm! Əla! Və mən robot enerjisini ötürürəm sizə müəllimə. Əla! Və mən super qəhrəman enerjisini müəlliməyə ötürürəm. Möhtəşəmdir. Və bu enerji artıq
büyüyür, büyüyür ve bütün xoşbəxtlik enerjisini sana ötürürəm. Hoş geldiniz. Hədəf Hüseynin Balabilgə Uşaq Bağçasının komandasını səhnəyə dəvət etmək istəyirəm. Xəcanət xanım Bağırova. Xəcanət xanım Bağırova. Günar xanım Ağabeyzeva. Girmeden dersimize başlıyoruz. Bunun yüksekliğiyle bence dersimiz çok efektif olacaktır. Hazırım, hazırım. O verəcək, Kamil verəcək. Əziz bala bilgələrim, zaman sənin məşğələsi, sizinle yeni bir kəşfə çıxardı. Gəlin görək bu yolda biz nələr öyrəndik və hansı bacarıqlar əldə edəcəyik. Bu nədir belə sizcə? Yumurta, bəli, düz tapdıq. Və sizcə hansı varlıqların yumurtası olur? Oy. İnanın olan bir şey kəsdir. Oyun olacaq. Mən nəsə səs eşidirəm. Düzdür? Nəsə səs gəlir. Bu səs hardan gəlir? Bəlkə yumurtadan gəlir. Yumurtamız qırıldı. Yumurtamızda hırkız çıktı. Ne kazanacaklarımızın hiçbiri olmadı. O çok zayıftı. Hem de balacaktı ve açtı. Ne bilir? Bəli, qidalanırıq. Yaxşı qidalanmaq üçün nə etməliyik? Bol meyvə tərəvəz yeməliyik. Çünki onlarda nə var? Vitamin var, bəli. Və bizim sürpəmiz özünü aktaran turtul olur. Turtul da yorulmadan gəzir, mutludur. Yarpaqları yiyə özünü bir kutun içinde gizledir. Kutun içinde gizledir ve derin yuxuya getir. Bu mərhələ çok ürəkən. Kənardan aslan görün. Amma içeride böyük dəyişiklik baş verir. Dursuz səbr edir. Sözsüz, dayanmadan çalışır. Və günlərin bir günü o topu yararak sıxır. Və artıq möhtəşəm bir təsəvvürdür. Öylersin, uçanlar, bir gayrısız kepenektir. Çiçekler yüreğinde seneşir dilektir. Gülersin, uçan kaçan, bir gayrısız kepenektir. Çiçekler yüreğinde seneşir dilektir. Soranlı yüksekten alınca ben gördüm yoksa. Kaçtın sen dalınca ben, dalınca ben gördüm yoksa. Soranlı yüksekten alınca ben
gördüm yoksa kaçtım senin dalınca ben gördüm yoksa. Bana bilmeden, kadınların bir sene nefes aldı. Göresen o niye gitmek istendi? Tatlım, o bize pes edilme isteyir. Sizce ne deme isteyir? Mən C hərfiyəm. Gəlmişəm məni tanıyasın. Bəli, bəli. Əziz bala bilgələr. Hep şeker, yüzüm Rengimiz çok güçlüdür. Göz ve iki sevgi tatlıyım. İyi ve ağır seslerimiz. Gerek biz ses harfini bizi öğreniriz. Hem fasilinen düzenlere hem renkli kalıplardan ifadeli teknik yaptırarak ve çubuklarla uğraştırarak. Bazen yeni sesleri, hərfləri öyrənmək sizlərə çətin göstərə bilər. Amma hər səsini bizi daha süt verir və öyrəndiyimiz yeni məlumatlar bizləri hədəfə yaxınlaşdırır. Güzeyir, dərsimizin bu mərhələsi hansı mərhələdir? Motivasiya, bəli, motivasiya mərhələsi ilə başlanır. Motivasiya necə olmalıdır? Motivasiya sadəcə məlumat xarakteri olmamalıdır. Uşağı yeni dərsə, yeni bilikləri öyrənməyə hazırlamalıdır. Yaxşı motivasiya uşaqlarda sayaq durur. Yaxşı motivasiya uşaqlarda sayaq durur. Əgər bir uşağın gözündə biz o qızılcımı, o işləmi görürsə, deməli motivasiyamız var, deməli dərs effektiv olacaqdır və biz motivasiya hissəsində kiçik bir tamaşa ilə başlamış olduq. Uşaqlar rollu oyundan istifadə edirlər və təbii ki, bir dərsin daha yadda qalan olmasında bu rollu oyunların, teatr tamaşaların da rolu böyükdür. Bala bilgəlinizə də təşəkkür edirəm və dərsin növbəti mərhələsinə keçid edirik. Və mən bir izah verim ki, müəllimlərimiz dərsi təqdim etdikləri təqdirdə paralel olaraq biz metodik tərəfini də sizlərə izahını verəcəyik. Hansı mərhələdə, hansı metodun nə üçün istifadə edirik və bu metodun uşaqların inkişafında faydası nədən ibarətdir? Hansı bacarıqları formalaşdırır, onların izahını isə mən sizə vermiş olacaq. Buyurun müəllimlər. Dərsin bu mərhələsində isə əziz bala bilgələr, mən sizə tərkibində K və Q səsləri işlənmiş şəkillər təqdim edəcəm. Və bu masanın iştirakçıları K səsi işlənmiş şəkilləri tapacaq, digər masanın iştirakçıları isə K səsi işlənmiş şəkilləri tapacaq. Buyurun, zəhmət olmasa. K səsi istifadə olunmuş şəkillərdən götürəcəyik. Bəli, bəli. Buyurun, zəhmət olmasa. Siz də, bəli, bəli. Aha. Bu masanın iştirakçıları, digər masanın iştirakçıları da təkər, kartof. Kartof. Bəli, bəli. Bəli, afərin sizə. İndi hər biriniz əlinizdə olan şəkilləri, zəhmət olmasa adlarını deyin və hansı hərf istifadə olunub həmin şəkildə, onu da bildirin. Aha. Afərin, keçək növbəti şəklimizə. Və kök sözündə K səsinin iki dəfə istifadə olunub, əziz bala bilgə. Afərin isə sözün əvvəlində və sonunda. Növbəti ilə görürük mənim ağıllı bala bilgələrim. Aha. Başlayır. Bəlkə kələm sözünü hecalayaq. Tərəvəzdir, kələm. İki hecadən ibarətdir, düzdür. Növbəti şəklimizi təqdim edək. Şəkildə təkər təsvir olunub. K səsi sözün ortasında gəlib, samit səsdir, təkər. Afərin, düzdür və sonuncu şəklimiz? Kitabdır, kitab, K hecanın önündədir. Afərin sizə mənim ağıllı bala bilgələrim. Keçək növbəti şəkillərimizə. Başlayır və karto, iki hecadən ibarətdir, düzdür. Növbəti şəklimiz? Əlimdə tutduğum konfetdir. Bəli. Səsi ilə başlayır. Konfet. Afərin. Hecadan ibarət. Bəli, düzgün hecaladıq. Növbəti şəklimiz? Bu
Bu isə karandaşdır. K səsi ilə başlayır. Karandaş. 3 hecadan ibarətdir. Düzdür mənim ağıllı qanununa bala da bilgələrim. tabe. Aferin sizə. İndi gəlin belə bir suala cavab verək. Deyin görüm. K səsi ilə başlayan şəkillər. Neçə K səsi ilə başlayan şəklimiz var? Neçə K səsi ilə başlayan şəklimiz var? Sayaq. 1 2, 3, 4, 5, 5 ki səsi istifadə olunmuş şəklimiz var. Bizdə 3. Sizdə isə 3. Bəli. 4 ki səsi istifadə olunmuş şəkillər. İstifadə olunmuş. Bəli, düzdür. Sizdə 5 şəkil, digər masada 3 şəkil. Gəlin müqayisə edək mənim ağıllı bala bilgələrim. K səsi ilə başlayan şəkillər daha çoxdur, yoxsa K səsi ilə başlayan? K səsində daha çoxdur. Bəli, 5 3-dən çoxdur. 5 3-dən böyükdür. Bəli, 3 5-dən kiçikdir. Bəs toplasaq, hər iki şəkilləri toplayaq. 5 K səsi ilə, 3 K səsi ilə. Toplamda 8 ədəd. 8 edir. Bəli. Bəs ona çatdırmaq üçün daha neçə şəkil olar eləməliyik? 2 şəkil. 2 şəkil. Afərin sizə mənim ağıllı bala bilgələrim. Afərin. Evet. Deməli, biz bu mərhələdə nə ilə tanış olduq? Sabah təlim uşaqlarına təkcə hərf və səsləri öyrətdir. Eyni zamanda uşağın ətraf aləmdə gördüyü fəaliyyətlərlə əlaqələndir. Neydi? Ətraf aləmlə tanışlıq məşğələsində öyrəndiyimiz heyvanları təkrarladı. Meyvə və tərəvəzlər mövzusunu yenidən təkrar etmiş olduq, deyil mi? Hətta sadə riyazi təsəvvürlər məşğələsindən istinad etdik. Azdır, çoxdur, böyükdür, kiçikdir anlayışlarını da öyrənmiş olduq. Bəli, dərslər arasında mütləq fənlər arasında bu əlaqənin olması vacib şərtlərdən biridir. Növbəti mərhələmiz gəlir. Siz bala bilgələr, bu nə möhtəşəm musiqisi alətin səsidir belə. Bu hansı musiqi alətini bilirsinizmi? Bəlkə bu skripkadır. Skripkadır mı belə? Bəlkə bu kontrabasdır. Ne düşünürsünüz belə? Ne düşünürsünüz? Bəlkə bu gitaranın səsidir. Hayır. Kontrabas değil. Bəs gitara? Yok. Bəs skripka? Değil mi? Tapdım. Bu. Bilirsiniz mi hansı musiki aletinin səsidir? Bu möhtəşəm kamançanın səsidir.
sahəsi. Biz bu inkişaf sahəsində uşaqlarda nəyi inkişaf etdiririk? Estetik zövqü, estetik tərbiyəni musiqi ilə öyrənir uşaqlar. Bəli, məsələ ritmlə, musiqi ilə öyrənilən dərs uşaqların yadında daha yaxşı qalır. Eyni zamanda biz öz bağçamızda milli musiqi alətlərini, milli musiqilərimizi balabilgələrimizlə tanış edirik, öyrədirik. Bütün alətləri də tanıtdırmış oluruq. Keçirik dərsin növbəti mərhələsinə. Hazırıq. Bəli, məktəbəqədər dövrdə müxtəlif iş üsullarından istifadə edirik ki, onlardan da biri qrup işidir. Belə bir sual vermək istəyirəm. Mən istəyirəm ki, bunun cavabını zaldakı müəllimlərimiz versin. Qrup işi hazırladığımız zaman nələrə diqqət etməliyik, əziz müəllimlər? Necə? Siyahləri nəzərə alınır. Başqa? Bəs bir də belə bir sual verir sizə. Qrup işi elədiyimiz zaman nəzən səsküy də olur. Bu səsküy necə səsküy olmalıdır? İşgüzar möhtəşəmsiz. Biz o kaotik səsküyün qarşısını almaq üçün nə etməliyik? Qaydalar qoymalıyıq. O qaydaları kim tətbiq etməlidir? Təkcə müəllimmi? Müəllim və şagirdlər. O qaydalar hansılar olmalıdır? Bunlar nədir? Fikirləri bölüşmək, bir-birini dinləmək, vaxtdan səmərəli istifadə etmək, Bircə işləmək. birgə işləmək. Amma məncə qrup üzvlərimizə bu qaydalarımız aydın oldu. Birgə bu qaydalara əməl edərək qrup işini başlaya bilərik. Hansı qrupdan başlayırıq? Ümar müəllimə məncə izahlı bilək qrup işimizin və Hüseyin bəydən xahiş edəyərdim. Qrup işlərinin təqdimatı üçün, zala ötürülməsi üçün dəstək olardı. Buyurun Ümar müəllimə. Qarşınızda rəqəmləri üzərində yazılmış toplar görürsünüz. Və bu topları ilk öncə labirint üzərində qeyd edilmiş rəqəm üzərinə qoyursunuz. Labirintin çıxış yolunu tapırsınız. Hər məsələsini tapdıqdan sonra qarşıdakı misalı həll edirsiniz. Misalı həll etdikdən sonra isə sizdə gördüyünüz robotla hədəfə çatırsınız və hədəfi ucunu taparaq vurursunuz. Aha, müəllimimizin izah elədiyi kimi məncə aydındır. Burada labirintdən istifadə etmişik, əl-göz koordinasiyası uşaqlarda inkişaf elətdirməkdən ötürü. Bəli, eyni zamanda robotumuz var. Robot uşağın texnologiya ilə tanış olması üçün bir vasitə olacaqdır və eyni zamanda ilkin mühəndislik bacarığını da ortaya qoyacaq. Hava, təzyiq, təcrübə edərək uşaq öyrənmiş olacaqdır. Burada da bu mesaj verilmiş olacaq. Məncə növbəti qrup işinin təqdimatı üçün Güləşin müəllimə izahını verək. Qarşımızda gördüyümüz 5 ədəd silindir stəkan vardır. Bunların içərisində isə koordinatlikləri doldurulmuşdur. Bunların növbəli hər biriniz bir dəfə üfürərək, bir-birinizə üfürərək bunun içərisində gizlənmiş topu tapmalıyıq. Həmin topun üzərində misal yazılmışdır. Həmin misalı düzgün həll edib, onun fərqinə uyğun qutulardan açmalısınız və onun içərisində açar sözü götürüb V diaqramında olan şəklin üzərinə yerləşdirməliyik. Bu yine müəllimlərimiz olduğu için biz daha çok kolay yollardan konuşup tabii ki biz bunun sade variantını öz metodikamızda istifade edəcəyik. Lakin müəllimlərimiz olduğu için müxtəlif belə bir maniyeler koymuş olmuşuz. Ve müəllimin qeyd etdiyi kimi burada gördüğümüz kimi hava kabarcıqları var. Burada uşaq nədən istifade edəcək? Nəfəs gimnastikası. Məktəbəqədər dövründə, ibtidai təhsil dövründə logopedik problemi olan uşaqlar üçün bilirik ki, tələffüz çox önəmlidir. Müxtəlif tələffüz problemlərini qarşısını almaq üçün istifade edebilirik. Eyni zamanda bağlı kutularımız var ki, bu kutuları açarak kiçik motorikamızı da inkişaf ettirebiliriz. Məncə hazırlıqda başlayalım. Tabii ki siz onu istediğiniz zaman saklarız. Əziz balabilgələr, hazırsınız mı? Başlayabilirsiniz. Bir dəfə yavaş yavaş. Evdə eləyiniz.
başına çok cəsdir də oluyor. Və bu uşaqlar üçün daha çox əyləncəli olar həqiqətən. Misalı tapdıq, həll edirik. Cavabına uyğun hansı qısdadır. Amma, müəllimə buyurun. Tapdığımız Qrup fəaliyyəti, bəli. əməkdaşlıq, Bəli, birisini də sizə təqdim olunur. Çünki biz başlarımızda bilingual tədris maddəsi haqqında təhsil keçirik. misalı həll edir. Bilingual maddət iki dilli təhsil deməkdir. Bəli. Bu zaman bir əməkdaşlıq qrupu hərəkətə salır. Digər komandamız da bitirdi. Abi indi işləyirəm, atacam sən 5-10 dəqiqə. Arkadaşlar, Hazırladık mı? Bitirdik mi? Əziz bala bilgələr, gəlin biz tapdığımız misalların cavablarını deyək. neçə? 8, 1 üstə gəldi 2, 1 üstə gəldi 3, 4 üstə gəldi 2, 6, 5 üstə gəldi 5, 10. Aha, siz deyə bilərsinizmi? Biz tapdığımız ədədlər necə ədədlərdir? Mən tapdığım ədədlər tək ədədlər toplayıb tüpədim. Sərin sizə. Bəs bizim hansı qutularımız açılmamış qaldı? 5 və 7. 5 və 7 necə ədədlərdir? Afərin sizə. Bizim komandanın bala bilgələri, sözləri, misalları düzgün və sözləri düzgün yerləşdirdilər. Alqış Herkes onun için alkışlayalım. Ve biz burada ne ettik Günay müəllimə? Biz burada Venn diagramı üzrə bir integrativ iş görürük. Amma burada bir ipucu vardır. Sizcə bu nədir? Hansı səsimiz təsvir olunur orada? Mən görmək istəyirəm. Hansı səsimiz olunur? Səsdir. Hansı səs? Əziz bala bilgələr, bəli, biz bugün K hərfini, K səsi və K səsini öyrəndik. Gəlin birlikdə sözləri təkrar edək. Keçin. Kərpiç. Keçin. İngiliscə bilirsinizmi nədir? Yox. Mən kibrit sözünü. Ç hərfi ilə başlayır. Kibrit. Max. Körpü. Brick. Mən kərtənkələ sözü tapmışdım ki, səsi burada 2 dəfə düşüb. Bəli. Lizard. Mən kərpiç sözünü tapmışam. Brick. Əla. Nəbi xanım, burada biz 2 dilli bir informasiya çatdırdıq. Sizcə bu nədir? Bəli, biz bala bilgə uşaq başqasında bilingual tədris modelini istifadə edirik. Bilingual tədris modeli iki dilli tədris etməkdir. Uşaq sadəcə bir dildə bilir. İki dildə öz fikrini rahat ifadə edə bilir, özünü ifadə edə bilir. Bizim bala bilgələr bu modeli göstərir. Çox yaxşı inkişaf etdirlər. Elə isə bir xatırlatma eləmək istəyirəm. Bu mövzunu biz texnologiyaya necə inteqrasiya edə bilərik? Bizim stil məşğələlərimizdə, texnologiya dərslərimizdə mən xahiş edəcəm həmin proqramı vermiş olan uşaqlar və masasalakta sərgidə təqdim olunan robotlar vardır. Həmin robotlarda, həmin proqramlarda özləri öz personajlarını yaradırlar, özləri öz obrazlarını yaratmış olurlar və mən istərdim ki, göstərək. Xahiş edəcəm, həmin dərslərimizdən bir nümunə vardır ki, o nümunəni göstərək. Məsələn, bizim qeyd etdiyimiz kəpənəyin həyatını təsvir edən
həyat yolunu göstərən bir oyunumuz vardı ki, bu oyunu uşaqlar özləri yaratmış olurlar və istər müəllimimiz də bizə bu mövzuda öz dəstəyini göstərsin. Mikrofonu rica edəcəm görəsinizdən. Arizə xanıma verir. Hansı proqramdır Arizə xanımın dəstək olması izah verir. Daha siz də bu valideynlərin öz dəstəyinizdə tətbiq edə bilərsiniz. Salam, hər birinizi xoş gördük. Bugün biz STEM və robototexnika dərsində kəpənəyin ömrü mövzusunu canlandırmışıq. Normalde sadə şəkillərdən kəpənək şəkillərini animasiya şəklində sizə göstəririk. Kəpənəklə bərabər kəpənəyin birlikdə bir günlük ömrü olur. Kəpənəyin o kiçik ömrü hissəsini mişədə, gölün üzərində hərəkətini vermişik. Bir də bunun arxa hissəsi vardı. Arxa hissəsində, Nural bəy, arxa hissəsi var. Arxa hissəsində bəli biz bunu bloklarla hərəkət elətdiririk. Sadə şəkilləri əvvəlcə çoxaldırıq. Sonra onlara hərəkət veririk animasiya şəklində. Arxa planı dəyişirik. Sonra kəpənək gedib harasa dəyərkən ona geri çevir, yenidən hərəkət et əmrini veririk. Hər biri kodlarla. Bəli, STEM robototexnika deyəndə bəzən elə bilirsiniz ki, biz bugün burada hər hansı bir dronu dizayn edəcəyik, ya da ki, robot düzəldəcəyik, yox. STEM robototexnika dərslərində belə animasiyalarda, çizgi film, mən ona çizgi filmlər derim, belə çizgi filmləri də düzəldirik. Bizim balay bilgələrimizin hər biri bu bloklarla işləyə bilir, bu kodlarla istənilən şəkili hərəkət verə bilirlər. Bu şəkillərlə bu cümlə biz kəpənəyin, yəni kəpənəyin ömrünü, kəpənəyin gözəlliyini, uçmağını sizə göstərmişik. Diqqətinizə görə çox təşəkkürlər. Teşekkür ederim. Əməkdaşlarımızdan xahiş edəcəm, zəhmət olmaqda Tural bəy, bir diaqramımızı əyləşdirin, zəhmətimizi əyləşin və sorunlar. Məsələn, sizdə buralar. Bir diaqramımız da tamamlandığına görə ne resmi təsvir olunubdu bizim diaqramımızda? Kainat, bəli. Bütün bu proseslər bir-biriyle sistemi əlaqəli şəkildə harada baş verir? Kainatda. Canlı və cansız təbiət və gözəl bir kainat və hər bir dərsin interaktiv, hər bir dərsin effektiv olması üçün fənlər arasında da sistemlik dərsdə əlaqəli çox önemlidir. Və mən iştirakçılarımızı da almaq istərdim, icazənizlə. Bizim təqdim edək, bəli. Və qiymətlendirmə olmadan olmaz. Bizim sizin müəllimlərimizin öz əlləri hazırladığı kəpənək figurlarını sizlərə təqdim edirik. Xatirə olaraq bizdən saxlayan